Çox metroya mindim bu günə. Gedib köynə günəşlidə otel tutmusan. Yəni bir yerdə çimək videomu. Sümüklü zadda eləyib toyuğa. Vay buna nə da? Vay buna da. Nə verirsən? Azərbaycan. Azərbaycan. Yes. Dünya Azərbaycan. O çörəyi ilə verirlər, adamı tez tutar. Gəb qarnını doyuzub çıxırsın. Nələr edirlər, nələr. Səs oradan, səs buradan gəlir. Salamlar. Hardayam, incə qatardan düşdüm. Çinin Hangzhou şəhərinə gəlmişəm. Ucuzdur ya, elə adlanır. Şengli şəhəri, neyse. O şəhərinə gəlmişəm, amma bir səhv eləmişəm. Oteli çox uzaqda tutmuşam. Otel çox uzaqda tutmuşam. Buraya yaxın bir hostel. Neyse, oteli çox uzaqda tutmuşam. İndi baxım görüm o otelə mən necə gedəcəm. Şanxaydan bura gəldim. Şanxaydan qatarla bura 6 manat falan edir. Şanxaydan bura gəldim qatarla, indi buradan baxım görüm hara gedəcəm. Hara gedim deyəndə otelə getməliyəm, amma otel çox uzaqdadır. Mövzu orasındadır ki, otel çox uzaqdadır. Pasportumuzu veririk bunlara. Normal şəxsiyyət vəsiqəsində bunlar çıxır, yəni öz vəsiqələrlə də. Mən amma pasportda olduğum üçün mən buradan çıxıram. Okay. Çıxdıq. Metro burada deyil. Elə metro ilə gedəcəyim üçün metroya minim, qalacağım yerə gedim. 2 saatlıq yoldur, yəni Şanxaydan bura 2 saata rahatlıqla gəlirsən. Başqa qatarlar da var, daha bahalı qatarlar 45 dəqiqədə ya 40 dəqiqədə gəlir. Mən ən ucuzu nədirsə onu seçdim, o da 6 manat 2 saata gəlir. 2 saata, tam 2 saata gəldi. Bax, mən indi buradayam, Hangzhou Railway Station. Buradan bura getməliyəm. Buradan bura getməliyəm, buradan da bura getməliyəm. Buradan bir dənə belə çəkindən olardı ki. Neyse, buradan onun adı nədir bu? Göyə otur, 5 liniya 5'e oturum, dedim ora. Buradan özümdən metro kartı alım. İngilis dilinə çevirdik. Aha, yaxınlaşdırırıq. Hangzhou Railway Xinfengə gedəcəm mən, düzdür? Alipey. Salam. Ay nə ucuz da. 4. Yəni 4. Taksiyə baxdım. Taksi də əslində çox baha aparmır. 3-4 manatdır. Amma mən əhd eləmişəm metro ilə gedəcəm ora. Bu Şanxay ilə müqayisə eləyəndə ucuzdur. Şanxayda 8 idi, neçə idi? 7 olurdu, 8 olurdu. Burada daha ucuzdur. Xutduq, keçdik. Yine 5 buradır. Ayın 5. İndi deyəsən ki, xəritədən niyə baxmırsan da, xəritə ilə bax. Xəritə düz göstərmir, yəni Google Maps ümumiyyətlə buralarda işləmir. Burada A-Map'dir, A-Map'dir yəni. A-Map'dir, o da istədiyim kimi göstərir. O göstərir, ümumiyyətlə metro ilə ora getmək olmur kimi göstərir. Əslində getmək olur, axı bilirəm. Belə, gedək. İşimizin adı nədir? Stansiyanın adı Çengizhan'dır. Çengizhan metro stansiyası. Hangzhou'nun bu dəmir yol vağzalındakı stansiyanın adı Çengizhan'dır. Çengizhan. Gəldi. Mən cəmi neçə stansiya gedəcəm? Vana Bridge, orada 2 stansiya gedəcəm, orada düşüb. Xətti dəyişəcəm. Bağa keçdik. İndi keçirik digər xəttə. Amma hardan keçirik digər xəttə? İndi gedib ikinci xəttə girməliyik. İkinci xəttə buradan keçir. Aha, indi buradan gedək digər xəttə.
Tianjin Road. 4-cü liniyaya geçib. Yenə çantanı çıxarmayayım. Çünki 2 stansiya getirdim. Buradan düşdük. Buradan da gedirik o birisi liniyaya, 9-a. Haydi getdik. Nə qədər bugün metroya mindim mən. Çox metroya mindim mən bugün. Bugün nə qədər metroya mindim. Bu da daha bir metro. Aha. 3 stansiyada bununla gelir. Metroya minməkdən yoruldum. Mənim gözümə duran bir sən nədir? Mən yenə bu vağzala qaydacam. Bu şəhərdən gedəndə mən yenə bu vağzala qaydacam. Mənim gözümə duran o bəs. Gedəyim deyirəm, otel yaxşı olaracaq. Gəldim. Bir saatdir metronun içində yalanla girənlərim. 1 saatdir metrodayım. 1 saatdir metrodayım. Şanxayda olduğu kimi burada da metrodan çıxanda qaytarıb bunların metro kartını deyirik. Sənin metron bizə lazımdır, öl deyib. Kartı qaytarıb yola davam edirik. Axır ki hava gördüm. Buradan da bir 15 dəqiqə piyada yol var. Bir şey var. 15 dəqiqə piyada gedəcəm əsla. Sadiq həmişə mərkəzə yaxın tutursan otelləri. Gedib köynə günəşlidə otel tutmusan. Belə şey olmaz ya. Niye buradan geçecek yolu ha? Yoruldum ya. Gerçekten yoruldum. Hello, Tangting Hotel. İlginç. İlginç bırak. Sağ ol, Allah pasport. Ay. Neyse yerleşmeliyim. Böyle. Ağır geldim. Hamamımız da var. En azından böyle tuvaleti. Yani indi yani bir yerde çimək videomu göstərdim. O qədər deyil. Çimmeliyim, şəhərə düşərəm çünki bugün vaxt itirə bilmərəm. Burada cəmi cümlətənə 2 gün qalacam. Onun üçün də çimmeliyim, düşək bir amma acından ölürəm kardeşim. Ne olar bir şey yiyin, ne olar bir şey yiyin. Burada ne verirsiniz? Ne verirsiniz burada? Burada ne? Ay, paprus çəkmə burada. Ne verirsin? O üzümə çırpmadı da mədəniyyətin olsun. Ne var burada yemeğe? Burada ne var yemeğe? Burada ne var yemeğe? Bir şey tap yiyeceğim ama hiç. İyi. Burada rice verilir. Rice. Ben ne bileyim orada ne yazılıbdı. Rice with chicken. Rice chicken. Rice chicken. Chicken rice. Rice chicken. That's right. Wait. Gözü gösterdi. Chicken. No. Wait. Jesus. Okay. Okay? Yeah. Bu. Coca-Cola? Okay. Okay. Ay. Oh. Olsan yemeğim de yetti. Salam, toyuqdu, düyüm. Ama toyuq elə biraz diri daha. Oh. Sümüklü zadda eləyib toyuğa. Sümüklü eləyib toyuğa. İğrəndim hə. Hətta keçmiş toyuğu da bütöv da əziyyət çəkib doğramısan toyuğu da bütöv qoyardın da, diri qoyardın da toyuğu da. Əziyyət çəkib nə bişirirdin? Alipay ilə ödəyirik bunun pulun.
30 saat. Vəssalam, getdik. Davam. Yola davam. Ay, yeməyi çox belə bəyənmədim. Onun üçün yəni fast foodu nəyə görə mən çox belə şey deyirəm? Yeməklər bu cür yerlərdə biraz loteriya olur. Yəni bəyənib bəyənməmək söhbətidir. Loteriya olduğu üçün də deyirəm fast fooddan davam edeyim. Yəni bilmirəm o yemək istədiyim kimi çıxacaq yoxsa. Amma indi ayıq başına fikirləşsən deyirsən ki, yaxşı elə burada tutmuşam. Sakitçiliklə biləm vuram bax. Yəni çox qalsam, yəni çox uzun müddət qalsam da, yəni bu cür yerlərdə qalmaq sərf eləyir. Sakit, yəni belə çox səs-küy olmayan yerlər falan, yəni çox qalanda sərf edir, amma yəni, bir gün, 2 gün qalanda sərf eləmir. Çünki təzədən sən şəhərin mərkəzinə getməlisən və yaxud da mərkəzi yerlər arası oralara getməlisən. Onun üçün yəni 1-2 gün qalanda sərf eləmir. Uzun müddət qalanda, ən azı 1 həftə falan qalanda yəni sərf eləyir. Mənasız məlumatlar da bu gün. Burada Wushan Square var. Ora gedim. Bugün bir də ora gedim. Sabah Hangzhou'nun elə Hangzhou'nu məşhur eləyən yerlərə sabah gedərəm. Yəni növbəti videoda gedərəm. Hangzhou'nu məşhur eləyən yerlərə. Bu videoda hələ ki şeyə gedək. Nədən var? Wushan Square. Oranın gecə görüntüsü falan yaxşı olur. Onsuz da axşam saatlarıdır. Oraya gedən qədər deyil, 6 falan olacaq. Bugün metrolarda gəzdim. Nə qədər metroya mindim bu gün ha. Ümumiyyətlə Çində metro hər yerə gedirdi. Yəni metrodan çıxmağa ehtiyac olmurdu. Metro ilə hər yerə, hər bir nöqtəsinə istənilən şəhərdə yəni getmək mümkündür. Hər nöqtəsinə amma. Elə bu. Elə bu. Və götürürdü burada. Bəs dağılırdı buralar, nə bilim. O lanternlər falan var idi. Nə oldu? Yoxdur onlar. Adi yerdə qabaqdıqlar. Gedəyə görə nə var orada? Maraqlılaşır. İlk oradan etibarən maraqlıdır. Buranın bir qədim küçələrindən birisidir. Wushan Street, Wushan Square. Wushan meydanında belə deyək. Burada var da. Burada Hangzhou muzeyi var. Muzeyə getməyəcəm amma. Hefang. Hefang Street, değil mi? Hefang Street. Mənim deyəcəyim yer Hefang Street. Hefang Street. Hətta onsuz da tam Hefang Street. Mənim deyəcəyim yer orada Hefang Street. Sigrin qabaqda məbəd falan var, amma məbədlərə çox maraqlı. Ay, bundan maraqlı şey də yeyir. Panda yeyir bu qız. Oh, dayda bu karizmadır, özümə bunun bir karizmasına bir şey. Ha? Çok karizmatik değil. Buna bak hele. Aycan. Alo. Hele. O, Aycan. Qaqam hokka verir. Gümüşün başına oynatır. Görürsünüz bu da Budayıdır. Budayı, gülən Budda olaraq. Bu əslində Çin folklorunda yaşamış birisidir. Budayı. Belə gülən Budda olaraq bu, belə deyim, tanınır və bolluq, bərəkət, yəni simvolu olaraq bilinir. Çində bu Budayı. Onun görürsünüz qarnın falan. Onun qarnına toxunanda və yaxud da əlinə toxunanda falan ona şans gətirdiyinə inanırlar. Bu Budayının, Budayı. Üstündə də görürsünüz balaca uşaqlar. Nə bileyim, fikirli uşaq, dua eləyən uşaq, oynayan uşaq və s. belə axır. Dedim ki, bu Budayı Çin mifologiyasında, Çin inancında belə deyim, bolluq, bərəkət, xoşbəxtlik falan. Bunların simvolu kimi tanınır. Elə. Oya, buna nə də? Oya, buna da?
Ne maraqlıydı? Two pick out. Hadi. Oy. Maraqlı yer değil ha. Otur. Hara geldim ha. Oy. Ay bu ne lan? Nedir ki bura? Hiçbir düşüncəm yoxsa nədir bura, amma gedirəm belə. Heç nə. Adi bir yeriymiş. Burada nə var? Heç nə, adi bir yerdir. Üst tərəfində prosto belə bir market var. Mağaza. Müvinir satan yer. Müvinir yoxdur, müvinirə baxdı, müvinir yoxdur. Əsasən süvinirdir. Ha, nədir bu? Nə verirsən? Nə verirsən? Azərbaycan. Azərbaycan. Yes. Do you know Azərbaycan? Ah, this is mango. What is this? Watermelon. Ah, okay. Karpuz da, tamam. Aa, mango qəşəng yedi. Ah, okay. Hey, where are you from? Azərbaycan. Ay, Çombendi. Azərbaycan. Oh, I know. This one 是什么 Huh?？This. So, yes. Hey, come this. Chinese okay? Aha, 你的手上拿的这是什么？是。喂， Action camera. Action camera for my YouTube, Instagram channel. wow, amazing. Yeah. So cool. Hey, Thank you. Thank you. mango. One, Mango and one more. mango. Thank you. Thank you. Thank you. You know mango? Yes, yeah, I know. You know. Yes. Really? Yes. Mango and passion fruit. Mango and passion fruit. 对 Okay. This one. Ah, okay. 哎， How much this one? 1.2 yuan per gram. 1 point. 1.21 yuan per gram. Ah, okay. Bəli, burada dediyim kimi buranın maraqlı yerlərindən birisi olan Hefang Street. Amma yəni konkret bunlara bax, hamısı bu geyim konkret kommunist geyimidir. Konkret kommunist geyimidir. Yəni bu geyimlər. Hefang Street. Hefang Street. Oha, bunu içərəm. Bunu içərəm. Bu qəşəng şeydir. Bu çox qəşəng şeydir. Bu mango ilə passion fruitun qarışığıdır. Soyuq çay. Amma çox qəşəngdir. Burada o şeylərdən hər yerdə satırlar demək olar ki. Yəni bunun dadına bax. Nədir bu? Burada o çaylardan hər yerdə satırlar. Çox məşhurdur. Onu dəmləyirsən, 1 qramı neçədir? 1 qramı bizim pulla təqribən 30 qəpik falandır. Yəni 10 qramı 3 manat, 100 qramı. Oha, baxaymış ha. 100 qramı 30 manat deyə. Bahadır, çox bahadır. Aha. Kabab. Ay bura. Ayda, balığın isminə vurmaq vurdu. Balığın isminə pis vurdu. Bahaymış. Belə deyirlər, məsələn, deyir ki, çox ucuzdur, yəni 1 qramı 1.5 yuan zaddır deyir, amma belə hesablayanda yəni baha gəlib çıxır. Heç kim təbii ki 1 qram almır axı onu. Alanda bir 100 qramza da alırsan da. Bu gəlib 35 manata deyir.
Onu 100 qramza da alsan, təbii ki, o da gəlir nə qədər eləyir? Yəni 35 manat falan. O, bunlar nədir? O, mango. Ananas. Red orange. 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 Çörək ola, çörəklə yesən tez tutar adam. Və You can mix. how much is this? This one. Okay. 500 qramı neçə? 500 qramı 500 qram idi o. Nə qədər idi o? O belə yerlərdə var yersən. O çörəklə verərlər, adamı tez tutar. Gəlib qarnını doyuzub çıxırsın. Hə. Şey verirsiniz burada, ay bu latonu burada qoymayın, hə, cəmaatə pis şeylər öyrətməyin. Neyse, meyvəmizi yedik, çayımızı içdik. Bir dönərdən zaddan da verin, ye. Dönərdən zaddan da verin. Aycan, nələr eləyirsən sən? Sən bu qaqama bax. Qaqama bax, hoppa verir gümüşlə. Aycan. Hoppa. Ha. Aha, o kimdir o? Allah nəsə. Çünki adı burada yazılıb da yəqin ki. Ha, Guan Yu'nun heykəlidir. Taxtadan. Ha, bu yanar ki, bunu belə şey qoymuyor. Daşdan eləyim bunu, valla. Puşu. Bunlara bak. Tontillərə var sən. Səsi də çıxır özdən. Burada tadımlıq vermirlər, onun üçün bundan alıb yiyəcəm. Bunlar da souslardan verir, acılardan. Ay, burada bunların da acısı ama acıdır da. Mən vurun burada bax acıdan. Ümum burada acıdan düzəldir. Aha, daş seçilir. Ha, burada maraqlı daşlardan seçirlər. Bir dənəsinə baxın. Burada maraqlı daşlar var. Yaponiya daşı nədir öyle bu? Ondan da ama bununla elə bir başqadır. Neler edirlər, neler. Öyle bu. Normal pişirin de onu. Geçen şovdu, maraqlıdır. Ay, niye kışkırdınız gene? O geçen maraqlı küçədir, yəni bəyəndim buranı, həqiqətən. Yəni düzgün bir qərar verdim, yəni bura gəlməklə. Çünki yəni buranın elə Hangzhou'nun yəni bura belə deyim. Əsas yerləri hesab olunmur da. Hangzhou'da göl var. Göl ən belə deyim, önəmli yer oraya hesab olunur. Ora artıq növbəti videoda gedərik, bu videoda yox. Çünki ora haqqında ayrıca bir, bura nədir, Asya xalçalardır da, böyle bir yer. Ha, ora o bir videoda gedərik, bu videoda getmək, çünki onu istəyirəm ayrıca bir video olsun, uzun bir video olsun. Baxalım, nə qəşəng musiqi alətim var. Çox qəşəng deyil, amma musiqi aləti. Aha. Şu, mənə görüb dayandı. Mən görüb dayandı, yoxsa ya davam edir. Görmədim mən. Aha. Aycan. Qəşəng. Aha. Səs oradan, səs buradan gəlir.
Qəşəng musiqi alətidir. Qəşəng səs çıxır. Ocan, ocan. Yo, bu mikrofonu hani ki ora mikrofonla götürülmür ora. Aa, bura pişikli şeydi, kafede. Bu pişiklər var orada. Yo, bu mikrofonu hani bəs? Kilsə bu. Bu cür qədim bir yerdə bu kilsə. Hansı dövrdən tikilibdir ki bu? Oo, kilsə. Özü də bu cür tarixi bir yerdə. Maraqlı. Nə gətir maraqlı? Çox da müasir bir kilsədir. Yəqin yeni dövrdə tikilibdir. 谢谢你用你的爱和你的诗歌，把我们信仰的生活当中，然后一位都是安着。 Çox səs edir o. Çox səs edir o. Və bu elə. Tutardı oranın tarix yeri. Buraya magistrala çıxır. Magistrala çıxır. Magistrala çıxır. Atla magistrala nöşün çıxmısan, mən ilə sorğu suala nöşün çıxmısan. Aha, sən nə? Canlı musiqi mi ifa edirsən? Yorulmayasan. Aha, gəlirlər burada otururlar. Gənclər deməli gəlirlər burada otururlar. Biz də oturaq da bizim kimlə nəyimiz əskid. Biz də oturaq. Gənclər. Gənclər gəlirlər burada otururlar belə. Musiqi dinləyirlər. Pagoda yoxşar bir şey var. Deyim, orada nə var? Oxu, oxu gedək. Oxu, oxu qadam, oxu. 一位拍啊。 Hə, nə istəyirsən? Yaxşı, yaxşı, sağ ol. Ay, kaska başından çıkart. Bu ve salam. Ha, burada elə bir gidiş qapısı kimi bir şey. İlginç tarixi giriş qapısı. Vay, bu ne da? Oo. Bir şey de o. Bir şey de. Böyle bir şey olar ha. Okay. Bir şey de, öyle bir şey olar ha. Rəm vuruldu. O tükan o pişi. Tüysüz pişi düzəldirlər. Aha, burada oynayırlar. Aycan, aycan. Hə, bibilər, hə. Hə, bibilər, hə. 在劫难逃，我也要和他过过招。一路狂飙，夕阳不会动摇，从来低不下头，弯不下腰。 Işıq tikirlər var burada. Hə? Bunlar tarixi deyəsən elə mərkəzi falandır. Geçən tikir, maraqlı burada şeylər var, binalar var. Geçən. Qəşəng yəni, atmosferin bəcəndim atmosferi. O musiqi canlı ya, canlıdır ya. Bunun üçün bıraxsaydılar girərdim ama. Bunların üçün mən maraqlı gəlir. Ay, sən necə bürünmüşsən? Sən əli işirdi ya yazıdan. Elə şeydir. Oynayın balalar, oynayın. Ay, nə var burada? Hə, şahmat oynayırlar. Çində adi görüntülərdən birisi. Şahmat oynanılır və şahmat oynayanların ətrafında bu cür bir izdiham var. Bu Çin şahmatıdır. Görürsünüz, ortadan bir dənə çay gedir. Çin şahmatında ortadan bir çay gedir. Hər iki tərəfin qalalarıdır. Qalalarda generallar var. Hədəf generalları mat eləməkdir. Yəni bizim öyrəşdiyimiz o şahmatdan biraz fərqlidir. Biraz o bir xeyli fərqlidir. Çin şahmatı. 拿到下面去的。
Yəni oynayanlardan çox oynamayanların yəni oynayanlardan çox oynamayanların səsi gəlir və ətrafdakı bu cəmaata var, yəni susmurlar. Onu oradan oyna, bunu buradan oyna. Yəni Çində parklarda ən çox görməyə öyrəşdiyimiz şeylərdən birisidir bu. Yəni belə buna xiyar. Buna xiyardır. Bu qəribə xiyardır. Bu xiyar o. Hə. Nəysə, belə. Videonu da burada yekunlaşdırıram. Çox da uzatmayaq videonu. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolar görüşmək ümidi ilə. Sağ olun.